İnvestisiya dünyası bəzən, bilirəm, qarışıq bir labirint kimi görünə bilər. Amma əslində uğura aparan yol bir necə sadə, amma çox vacib prinsipdən keçir. Bax, bugünkü izahatımızda biz stressdən azad, aydın bir yol xəritəsi çəkmək üçün bu prinsiplərin ən əsaslarına baş vuracağıq. Gəlin bu səyahətə birlikdə başlayaq. Hər gün o rəqəmləri izləmək, xəbərləri təqib etmək, bu həqiqətən də adamı yorur, elə deyilmi? Əgər cavabınız bəlidirsə, bilin ki, qətiyyən tək deyilsiniz. Bir çox investor, demək olar hamımız, bazarın bu daimi dəyişkənliyi üzündən stres və çaşqınlıq yaşayırıq. Yaxşı, bəs bu stressdən çıxış yolu nədir? Çıxış yolu hər anı, hər eniş yoxuşu proqnozlaşdırmağa çalışmaq deyil. Əksinə, bütün yanaşmamızı kökündən dəyişməkdir. Unutmayın, uğurlu investisiya qısa məsafəyə qaçış deyil, əsl marafondur. Və bu bizi birbaşa ilk və ən təməl prinsipimizə gətirir. Uzun müddətli düşünmək. Söhbət qısa müddətli qazanclardan getmir. Söhbət illər sonraki real artımdan gedir. Bu, bəlkə də uğurlu investisiyanın ən fundamental qaydasıdır. Baxın, qarşımızda iki tamamilə fərqli yol var. Birincisi, bazarı zamanlamağa çalışmaq. Yəni, ən aşağı nöqtəni tapıb, alım, ən yüksək nöqtədə satım deyə düşünmək. Bu, demək olar ki, qeyri-mümkündür və sonu həmişə stres, təxminlər və gərginliklə bitir. Amma ikinci yol var, bazarda qalmaq. Bu, deməkdir ki, siz qısa müddətli eniş yoxuşlara fikir vermədən səbirlə investisiyalarınıza sadiq qalırsınız. Tarix dəfələrlə göstərib ki, sonda qalib gələn həmişə səbirli investorlar olur. Bu qrafik əslində zamanın gücünü çox aydın şəkildə bizə göstərir. Gəlin, Amerikanın 500 ən böyük şirkətini özündə birləşdirən S&P 500 indeksinə baxaq. Əgər siz bu bazara cəmi bir günlük investisiya etsəniz, pul itirmə riskiniz olduqca yüksəkdir. Amma investisiya müddətini 20 ilə uzadanda nə baş verir? Tarixi məlumatlara görə pul itirmə ehtimalınız demək olar ki, sıfıra enir. Mesaj çox aydındır. İnvestisiyada zaman sizin ən yaxın dostunuz, ən etibarlı müttəfiqinizdir. Yadda saxlayın, uğurlu investisiya saatı izləmək yox, təqvimə güvənmək deməkdir. Deməli, uzun müddət gözləməyin vacib olduğunu anladı. Yaxşı, amma nəyi gözləyirik? Təbii ki, hər hansı bir şeyi yox. Bu da bizi birbaşa ikinci prinsipə gətirir. Pulunuzu sadəcə bazara deyil, keyfiyyətli, əla şirkətlərə yatırmaq. Bir səhmin qiyməti əslində bir icebergin sadəcə suyun üzündə görünən kiçik bir hissəsidir. Çoxları ancaq buna baxıb qərar verir. Amma əsl uğurlu investorlar suyun altına boylanırlar. O gözlə görünməyən, amma əslində icebergin ən böyük hissəsi olan tərəfi araşdırırlar. Bəs o böyük hissədə nə var? Əsl dəyər bax burada gizlənir. Şirkətin biznes modeli nə qədər dayanıqlıdır, bazarda onu fərqləndirən rəqabət üstünlüyü varmı, şirkəti idarə edənlər nə qədər səriştəlidir, maliyyə vəziyyəti sağlamdırmı? Bax bu sualların cavabı səhmin o anlıq qiymətindən qat-qat daha vacibdir. Bu zaman xətti məncə hər şeyi mükəmməl izah edir. Bir səhmin qiyməti qısa müddətdə, deyək ki, bir gündə və ya bir rübdə, xəbərlər analitik proqnozları kimi müvəqqəti amillərdən təsirlənə bilər. Amma uzun müddətli perspektivdə, yəni 5 il və daha sonra bütün bu səs-küy əhəmiyyətini itirir. Sonda qalib gələn tək şey şirkətin real performansı olur. Yəni onun qazandığı pullar və böyüməsi. Beləliklə əsas məqam budur. Siz səhm almırsınız, siz bir biznesə şərik olursunuz. Yaxşı, strategiyamız artıq var, uzun müddətli düşünürük və keyfiyyətli şirkətlər seçirik. Amma bütün bu gözəl planı bir anda alt-üst edə biləcək çox güclü bir amil var. Özümüz, yəni öz psixologiyamız. İnvestisiyadakı ən böyük döyüşümüz çox vaxt bazarla deyil, elə öz beynimizin içində gedir. Bu sitat investisiyanın bəlkə də ən böyük sirrini açır. Bazarların kəskin düşdüyü, hər kəsin qorxu içində olduğu o dövrlər, yəni ayı bazarları, əslində bir böhran deyil, gizli bir fürsətdir. Uğurlu investorlar başa düşürlər ki, gələcəyin sərvəti məhz bu panika anlarında, hər kəs qorxub satarkən ağıllı alışlar etməklə qurulur. Baxın, bütün məsələ düşüncə tərzindədir. Bazar düşəndə, aman pul itirirəm deyib panikaya düşmək əvəzinə, super, bəyəndiyim şirkətlərin səhmləri indi endirimdədir deyə düşünə bilmək, məhz budur uğurlu investorun fərqi. Bu, bir növ böyük bir satışa, endirim kampanyasına baxmaq kimidir. Unutmayın,
Gündəlik xəbərlər, pessimist başlıqlar, sosial mediadakı qısa müddətli panika, bunların hamısı sadəcə səs-küydür. Sizin əsas vəzifəniz bu səs-küyü qulaq ardına vurub öz uzunmüddətli strategiyanıza sadiq qalmaqdır. Qısacası, bazarın əhval-ruhiyyəsi ilə deyil, öz planınızla hərəkət edin. Nəzəriyyə gözəldir, planlar qurmaq asandır, amma bunları həyata keçirəcək vərdişlər olmadan heç bir işə yaramaz. İndi isə gəlin bu prinsipləri reallığa çevrilməyə kömək edən konkret, intizamlı vərdişlərdən danışaq. İlk və ən vacib vərdiş, həddindən artıq alqı-satqıdan qaçınmaq. Səhmləri daim alıb satmaq bir sabunla əlinizi həddindən artıq yumağa bənzəyir. Nə olur? Hər dəfəsində sabun bir az əriyir və kiçilir. Eynilə, hər bir ticarət əməliyyatında ödədiyiniz komissiyalar və vergilər sizin kapitalınızı yavaş-yavaş, amma dayanmadan əridir. İndi isə gəldiyi sərvət yaratmağın bəlkə də ən güclü vərdişinə əvvəlcə özünü ödə. Gəlin etiraf edək, əksəriyyətimiz nə edirik? Pulu qazanırıq, bütün xərclərimizi ödəyirik və ayın sonunda bir şey qalsa, onu kənara qoymağa çalışırıq. Uğurlu yanaşma isə bunun tam tərsinədir. Pulu qazanan kimi daha heç bir xərc etmədən ilk növbədə investisiya üçün nəzərdə tutduğunuz payı ayırırsınız. Sonra qalan məbləğlə yaşayırsınız. Bu kiçik vərdiş dəyişikliyi uzun müddətdə inanılmaz nəticələr yarada bilər. Əgər hələ də başlamamısınızsa, gecikdim deyə düşünməyin, heç vaxt gec deyil. İnvestisiyada birləşmiş faiz adlanan bir möcüzə var. Bu, sadəcə sizin pulunuzun yox, pulunuzun qazandığı pulun da sizin üçün işləməsi deməkdir. Buna görə də nə qədər tez başlasanız, zaman sizin xeyrinizə bir o qədər çox işləyəcək. Unutmayın, hər bir böyük səyahətdə olduğu kimi, ən çətin addım həmişə ilk addımdır. Və bir də unutmayın ki, sərvət yaratmaq tənliyinin ən vacib hissələrindən biri də öz qazanma potensialınızı artırmaqdır. Yeni bacarıqlar öyrənmək, öz sahənizdə daha da güclü olmaq, bunlar da bir investisiyadır və sizin investisiya edə biləcəyiniz kapitalı artıracaq. Sonda isə gəlin əsas məqsədi xatırlayaq. İnvestisiya bir məqsəd deyil, sadəcə bir vasitədir. Əsl məqsəd daha yaxşı, daha azad bir həyat qurmaqdır. Elə edin ki, investisiya sizin üçün bir stres mənbəyinə deyil, bu yolda sizə dəstək olan güclü bir alətə çevrilsin. Uğurlu vərdişlər sizi maliyyə azadlığına aparan bir növ avtopilotdur. Və sonda bu izahatı sizə yönəlmiş bir sualla bitirmək istəyirəm. Bütün bunları dinlədikdən sonra daha firavan bir gələcək qurmaq üçün bugün, məhz indi ata biləcəyiniz ən kiçik bir addım nədir? Bəlkə bir maliyyə kitabı oxumağa başlamaq, bəlkə ilk dəfə kiçik bir məbləği kənara ayırmaq. Unutmayın, seçim də güc də sizdədir.